Ön təkərlərinin şinləri demək olar ki, yox səviyyədədir. Ötən axşamdan başlayan qar Qobustan rayonunda bir sıra yollarda çətinlik yaradıb. Bununla bağlı 7 saylı yol idarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və işlər həyata keçirir. Qeyd edək ki, əsasən yolun Xilminli istiqamətində çətinliyi var idi. 7 və 12-ci kilometrlikdə məhz bununla əlaqədar olaraq yol idarəsinin canlı qüvvəsi texnikası təmizlik iş aparıb və hazırda yolda hər hansı bir problem yoxdur. Onu da qeyd etmək istəyirəm ki, Dövlət Yol Polisinin əməkdaşları da əraziyə cəlb olunub. Onlar da stasionar postlar vasitəsilə ərazidə işlər görürlər. Salam, hər vaxtınız xeyir olsun. Yol Patrul Xidmət İnspektoru Baş Serjant Sayılov. Adınız nə oldu, hörmətli sürücü? Məhəmməd bəy. Məhəmməd müəllim, gördüyünüz kimi rayon arasında qarlı hava şəraiti davam eləyir. Biz də sizi saxlamışıq, maarifləndiririk. Ön təkərlərinin şinləri demək olar ki, yox səviyyədədir. Belə halda nəqliyyat vasitəsini idarə eləmək olmaz. Səbəbi də ondan ibarətdir ki, qarlı buzlu hava şəraitidir. Hər hansısa bir yol nəqliyyat hadisəsi baş verə bilər. Belə halda nəqliyyat vasitəsini idarə eləmək olmaz. Zəhmət olmasa yolun bir kənarında təhlükəsizlik hissəsini saxlayaq, sizə bir taksi təmin eləyək, ünvana yola salaq. Belə halda nəqliyyat vasitəsini idarə eləmək olmaz. Yollar buzludur, çalışın sürət həddini düzgün seçin, alternativ yollardan istifadə edin. Gedə bilərsiniz sağ-salamat. Sağ olsunlar ki, onlar işləyirlər. İndiki vəziyyətdə nə iş görürlər? İndiki vəziyyətdə görürəm ki, faktiki olaraq yola qum səpilir, yolla işçilər hamısı işləyirlər. Lapatka ilə, nə bilim, lazım olan alətlərlə işləyirlər yolda. Sağ olsunlar. Bəli, indi hal-hazırda axırı gedib gəlirik. Bəli, çətinlik yoxdur, gedib gəlirik. Qobustan Xilminli kənd avtomobil yolu ötən gündən başlayan qarla əlaqədar 7 saylı Yolsumar MMC-nin xüsusi təyinatlı avtomaşınları və canlı qüvvəsi yola səfərbər edilmişdir. Çətinlik olan ərazidə briqadalarımız tərəfindən sürücülərin hərəkəti üçün yola qum-duz qarışığı səpilir. İndi hal-hazırda yollarımız işlək vəziyyətindədir, avtomobillərin hərəkəti üçün heç bir maneəçilik yoxdur.